Novruz bayramı təkcə ənənələrin yaşadılması deyil, həm də paylaşmaq, xeyirxahlıq etmək deməkdir. Paytaxtdakı 132-134 nömrəli liseydə təşkil olunan Novruz yarmarkası da məhz bu məqsədə xidmət edir. Bir pay al, bir ümid ver şüarı ilə keçirilən yarmarkada şagirdlərin hazırladığı müxtəlif əl işləri, rəsm əsərləri, yaz mövzulu kompozisiyalar, bayram suvenirləri və Novruz şirniyyatları nümayiş etdirilib. Yarmarkanın əsas məqsədi isə xeyriyyəçilikdir. Satışdan əldə olunan vəsait Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya Klinikasında müalicə alan şəhid və qazi övladlarının müalicəsinə yardım məqsədi ilə iyanə olunacaq. Yarmarkada liseyin müəllim heyəti, qonaqlar və valideynlər də iştirak edərək bu təşəbbüsə dəstək veriblər. Şagirdlərimizin bu təşəbbüsü onların o xeyriyyə addımlarının ilk atdıqları xeyriyyə addımlarıdır ki, düşünürəm bu alqışlanmalıdır, təqdirə layiqdir və oxuduqları məktəbin özünün vaxtı ilə xeyriyyə məqsədi ilə tikilməsi sözsüz ki, onlarda bu təşəbbüsə daha da sövq edir. Bu möhtəşəm tədbir çox böyük məsələyə həsr olunub. Uşaqlara yardım, onkoloji xəstə uşaqlara dəstək olmaq məqsədi daşıyır. Bu yarmarkanın əsas məqsədi və görülən işlərin arxasında duran düşüncə isə şagirdlərin dilindən daha aydın hiss olunur. Uşaqlarımız həm də xeyirxahlıq məqsədi ilə bunu edirlər. Gələcəkdə də bunu biz mütləq davam etdirəcəyik. Düşünürəm ki, məktəbdən sonra da uşaqlar bu ənənəni özləri, öz uşaqları ilə davam etdirəcəklər. Bu məktəbin şagirdi olaraq beləncə bir yarmarka keçdiyim üçün çox xoşbəxtəm. Çünki bu yarmarkada əldə olunan məbləğ Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya Klinikasında müalicə alan şəhid və qazi ailələrinin övladlarına iyanə ediləcək. Biz məktəbimiz olaraq həmin ailələri qarşıdan gələn bayram münasibətilə belə təbrik eləmək istədik. Sevindirici haldır ki, şagirdlərimiz kiçik yaşlarından könüllü surətdə bu səpkidə tədbirlərə qoşulurlar və sevindirici haldır ki, təhsil müəssisələrimizdə bu tədbirlər sayəsində şagirdlərimizə vətənpərvərlik hissləri aşılanır. Belə təşəbbüslər həm uşaqlarda paylaşma və mərhəmət hissini gücləndirir, həm də bayram sevincini daha mənalı edir. Yarmarkaya gələn hər kəs etdiyi kiçik alışla bir uşağın gələcəyinə ümid bəxş edir.